Salam dostlar, Camtasia 8'də videonu necə kəsmək olar, onu öyrədəcəm dostlar. İlk öncə biz import mediadan bir video seçək və bu videomuzu da ataq track 1-ə, yəni gətirək bura, yapışdıraq. Və gördüyünüz kimi dostlar, videomuz yəni belədir, normal videodur. Yəni bizim əvvəlki videomuzdur dostlar. Bizim əvvəlki videomuz dostlar, gördüyünüz kimi yazıya perspektiv effekt vermək, Adobe Photoshop CS6 və dostlar və necə kəsirik bunu dostlar? Burada gördüyünüz kimi istəsəz başdan da kəsə bilərsiniz, istədən ortadan hər yerdən kəsə bilərsiniz dostlar. Məsələn, mən bu intronu videodan çıxartmaq istəyirəm. Yəni kəsmək istəyirəm. Burada qırmızı gördüyünüz kimi bir şey var. Gəlirsiniz dostlar düzgün. Burada deməli başlayayım. Aha. Və gəlirik. Burada qırmızı şeye bakın. Qırmızı bir işarət sənətsə və onunla intronun olacağı yerə qədər seçirik. Gördüyünüz kimi və göstərir bizə. Nə qədər gedir. Orada olan intronlar. Və gördüyünüz kimi dostlar, seçdiyi gördüyünüz kimi, yəni intronun olacağı qədər, intronun yəni bitdiyi yerə qədər gətirdik və buradan dostlar, yəni belə elədik və bunu geri də qaytara bilərsiniz. Gedirik. Burada başlayır video və buradan cut var, yəni kəsmək, qayçı ikonu var, ora basırıq. Gördüyünüz kimi dostlar, videomuz kəsildi. İndi başdan baxaq, intro orada olmayacaq. Gördüyünüz kimi dostlar, başdan baxaq. İstəyirsiniz videonun səsini də yandırın. Gördüyünüz kimi, yəni də qulaq asaq. Yəni intronun səsi zadı heç nəyi qalmayıb intronun, baxın. Gördüyünüz kimi, yəni dostlar, belə kəsdik və biraz da ortadan siz kəsək. Məsələn, bu yazmalı qədər. Buradan cut yenə deyək. Gördüyünüz kimi kəsildi və burada belə bir işarə gələcək, gördüyünüz kimi. Və baxın. Orada yəni video gördüyünüz kimi video dəyişildi. Və dostlar, bugünkü dərsliyimizdən də bu qədər dostlar. Kanala abunə olub videoları bəyənməyi unutmayın dostlar. Yuxarıdakı linkdən dostlar, yazıya perspektiv effekt vermək, Adobe Photoshop CS6, yəni bu videomuzda yazıya perspektiv effekt vermək, o videomuzda yuxarıdakı linkdən izləyə bilərsiniz dostlar. Və dostlar, bugünkü dərsliyimizdən də bu qədər dostlar. Sağ olun.